Bu çaylar ilk növbədə müəyyən təsirlər göstərə bilir. Ancaq ki, müvəqqəti olur, arıqlama təsirlərindən ziyanlı təsirləri daha çox olur. Bunun qəbulu məqsədə uyğun deyildir, daha ciddi problemlərin əmələ gəlməsinə yol açır. Yəni, öz başına bu qəhvələri və çayları qəbul etmək olmaz. Əsasən bunu qəbul etdikdə biz müəyyən suyun orqanizmdən çıxması baş verir, dehidratasiya baş verir. Yəni ki, artıq maye və qarın boşluğunda olan müəyyən boşalmalar baş verir və bunun nəticəsində biz elə bilirik ki, müəyyən çəki salmışıq, ancaq bu arıqlamaq deyildir. Yəni, pik toxumaları olduğu kimi yerində qalır. Bunun əsas təsiri, əlavə təsirləri bizə ziyanlıq verir. Bax, bu təsirlərdən biz qalxanvari vəzə olan təsiridir ki, burada kortizolu qanda yüksəldir, şəkərli xəstələrə, ondan sonra müəyyən qalxanvari vəzin başqa xəstəliklərinə, tiroid xəstələrinə olduqca ziyanlı əlavə təsir göstərir, yük verir. Sonra mədə-bağırsaq sisteminə bunun ziyanları var. Yəni ki, bağırsaqlarda xroniki qəbizliyin əmələ gəlməsinə, bağırsaq florasının pozulmasına, sonra artıq ümumiyyətlə bağırsağın atoniyasını gətirib çıxardacaq böyük funksional pozğunluqlara gətirib çıxardır. Çünki bunun tərkibində işlədici var, əsasən sena bitkisi var. Ondan başqa ürək-damar sisteminə bunun mənfi təsirləri olduqca arzu olunmazdır. Yəni ki, bunun içində çoxunda kofein və sinefrin olur. Bunlar ürək döyünməni artırır. Və ürək döyünməni artırdıqda müəyyən vaxtdan sonra ürək-damar xəstəlikləri üzə çıxır, yəni aritm problemlər və s. Bu da ki, bizim üçün arzu olunmaz bir haldır. Ondan sonra bu prosesin biz davam etdirsək, yəni bu bitki çaylarını və qəhvələri qəbul etsək, artıq bunun qaraciyərə toksiki təsirləri, sinir hüceyrələrinə toksiki təsirləri və s. hüceyrələrə toksiki təsirləri başlayır. Yəni ki, bu belə nəticə çıxır ki, bu çaylardan uzun müddət istifadə etmək arzu olunmazdır. Ona görə biz bu çaylardan və qəhvələrdən istifadə etmək əvəzinə, yəni mütəxəssisə müraciət eləsək, bizim üçün daha məqsədə uyğun ola bilər.